Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. 83-cü sualda verilib ki, D1 D2-yə paraleldir. Əla. D1 D2-yə paraleldir. Və Y-i tapın. Baxın, bu Y. Yəni bizdən bu bucağı soruşur. Bu cür verilən misalların, tapşırıqların iki cür həllini paylaşacağım. Birinci həll qaydamız necə olacaq? Verilən bu bucaq. Baxın bura. Üzərinə gəlinsin bu bucaq bərabərdir 126-ya. 4x plus 70 üzərinə gəlinsin 5x plus 20 bərabərdir 126-ya. X-ları, məhsulları yazsam 9 dənə x plus 90 bərabərdir 126-ya. Buradan 9-u çıxartdıq mötərizə xaricinə. X plus 10 qalır mötərizədə. Çünki açılışı bu verir axı. 9-u vururam x-a, 9-u vururam ona. Bunun açılışı nədir? 9x plus 90-da axı. Aha. Bərabər edirəm 126-ya. Və 9-a bölünən ədəddir, düzdür? Bölsəm x plus 10-u alıram. Deməli 14. Buradan x-im neçəymiş? 4 imiş. Çox gözəl. Mən hələ ki x-i tapmışam. X bərabərdir 4. Y-i soruşur. X-i tapmaq üçün, baxın, burada bir qonşu bucaq var. Düzdür? Bura 5x plus 20-dir. Bura Y-dir. Bax, məndən bu Y-i soruşur. Qonşu bucağı gördüm. X-i da mən 4 tapmışam. Sağ olsun x. Vururam x-a. Yəni nəyə? 4-ə, üzərinə 20 gəlirəm. Neçə eləyir? 40. Deməli, qonşu bucaqdan biri 40 dərəcədirsə, digəri 180-ə tamamlamalıdır. Onda Y-im 140 dərəcəymiş. Vəssalam. Nəyə görə? Çünki biz öyrənmişik ki, qonşu bucaqların cəmi nə qədərdir? Alfa plus beta bizə verməlidir 180 dərəcəni. Deməli, kiçik bucaq 40-dırsa, böyük bucaq 140 olacaq.